Salamlayıram hər kəsi. Elə girişdən hər kəs başa düşdü ki, mövzu nədən gedir, kimə aiddir. Bugün Aşıqpəri Məclisinin üzvlərindən biri, Yevlax nümayəndəsi Hacı xanım, Gözəl xanım, Gözəl şeirlər müəllifi Reyhan Rövşənin Gəncliyimi Gəzirəm adlı kitabının təqdimat mərasimində yığışmışıq. Reyhan xanım, təbrik edirəm səni. Axarlı olsun kitabın və mən bilirəm ki, bu kitabda çox gözəl şeirlər toplanıb. Çox sağ olun. Bugünkü bu tədbirimizdə mən elə bilirəm ki, yadda qalan olacaq sazla, sözlə. Allah hər birinizi var eləsin. Mən də sizə öz təşəkkürümü bildirirəm. Sevil xanıma da, sizə də, sizin rəhbərliyinizlə, sizin birliyinizlə bugünkü gündə bu məclisi təşkil eləmişsiniz, var olasınız. Səhnəmizin gözəlləri, var olasınız. İnanın ki, əzizlərim, Reyhan xanım o qədər bizə yaxın insandır ki, bəlkə də məndən çox Aşıqpəri Məclisinin qayğısını o çəkir. Nigaran qalır, veriliş niyə efirə getmədi? Hətta Pərvanə xanım, Reyhanla deyib, qrupda Reyhanla. Hamının ona hörməti. Bir gün, 2 gün səsi gəlməyəndə qrupda hamımız nigaran qalırıq ki, görən Reyhan xanım niyə yoxdur qrupda, yəni həl-əhval tuturuq. Aşıqpəri Məclisinə nə isə Aşıqpəri Məclisinin məclis üçün, məclisin mənafeyi üçün lazım olanda Reyhan xanım hamıdan birinci səsini çıxardır. Qızlara öz yaxşı məsləhətlərini verir. Ona görə təşəkkür edirəm Reyhan xanım sizə. Çox sağ olun. Yaxşı sizin kimi ətrafımda insanlar var. Nə qədər ki sizin kimi ətrafımda insanlar var. Mən bilirəm ki, Aşıqpəri Məclisini hələ yaşayacaq. Allah sizi qorusun. Var olun. Allah məclisimizdə yaşasın. Amin. Xalqımıza gözəl xidmət eləyək hər birimiz. Sazımızla, sözümüzlə. Gələcək nəslə nümunəvi örnək olaq. Bugün Reyhan xanımın yaxın adamları, Reyhan xanıma yaxın olanlar əyləşib burada və onlardan ən doğması Reyhan xanımın qardaşıdır. Mən bilirəm ki, Reyhan xanımın qardaşı öz bacısı haqqında daha ürəkdən danışa bilər. Hər birinizə təşəkkürümü bildirirəm. Bacıma da uğurlar arzulayıram. Allah Teala canını sağ eləsin, qələmini daimi əzər eləsin. Xoşbaxt olsun, gün o gün olsun ki, tez bir zamanda oğlu da gəlsin, sevinsin. İnşallah. Nə deyim, bacımdır, fəxr edirəm. Bacıdan böyük kim var ki, atamın, anamın yadgarı bir bacımdır, ondan da fəxr edirəm. Allah qorusun. Mənim də qardaşımın fəxri daim olsun. Mən belə sənə baxanda, elə bilərəm arxanda bir bezqar var. Reyhan xanımın oğlu sağ-salamat gəlsin. Hər birimiz o xəbəri gözləyirik. Hər dəfə deyirəm, Reyhan xanım nə xəbər var? Deyir, hələ bir xəbər yoxdur. Elə bir şeirində deyir ki, yaylığı sərmişəm güllü çəmənə, oturub intizar, yar gözləyirəm. İtməyib ürəkdə eşqi məhəbbət, qəlbimdə etibar var, gözləyirəm. Gözlərəm yorulanacan, ağacda heyvalar saralanacan, dağların başını qaralanacan, gözümdə intizar var, gözləyirəm. Reyhan, bağçamızda gülü xar alıb, xurmalar saralıb, heyva saralıb, yarı gözləməkdən səbrim daralıb, ürəyimdə sözüm var, gözləyirəm. Qəlbimdə etibar var, gözləyirəm və arzu edirəm ki, heç intizar olmayasan, heç kimsəni intizarla gözləməyəsən, gözlədiklərin tezliklə sənə qovuşsun deyə. Var olun, gözəl Pərvanə xanım. Bunu da bacıma. İstəyirəm bizim çox gözəl şairimiz, mən də hörmət etdiyim, qələminə, şəxsiyyətinə hörmət etdiyim Fərzalı müəllimə söz verək. Buyurun Fərzalı. Çox sağ olun. Əvvəl hər birinizi xoş gördük.
İlk öncə Sevil xanımı təbrik edirəm. Can sağlığı arzulayıram və inanıram ki, hər zaman sizin kimi sadiq, gözəl dostlar, istedadlı, qabiliyyətli sənətkarlar Sevil xanımla bərabər olacaqsınız. Uğurlarınız bol olsun. Həmişə belə sevincli günlərdə görüşək inşallah. Və Sevil xanıma təşəkkür edirəm. Reyhan xanımla da tanış elədi məni. Qalan dostları kimi Reyhan xanımı ürəkdən təbrik edirəm. Yeni uğurlar arzulayıram. Belə gözəl dostların əhatəsində varsınız. Demək, yaradıcılığınız da inşallah işıqlıdır, gözəldir və gözəl olacaqdır. Mən sizi ürəkdən alqışlayıram, uğurlar arzulayıram. Çox sağ olun, var olun, elimizdən eksik olmayasınız. Daş yonan yaşayar, yonduğu daşla. Ömür ölçülürmü tarixlə, yaşla? Anın məqamında bir damla yaşla, könlümdən qaynayıb gözə dolurlar. Şairlər əbədi yaşar olurlar. Bir insan ömrünün min çaları var. Nə çoxdur bu yolda yeniş yoxuşlar. Şairin həyatı sözündən başlar. Olumlu, ölümlü qoşa dil olurlar. Şairlər əbədi yaşar olurlar. Səxafətdən boldur, tamahdan kasat. Mənəmlik hissini bir yolluq kəsat. Bir insan cisminə sığır kainat. Dostun pişvazına açılar qollar. Şairlər əbədi yaşar olurlar. Mən də şair olsam çox yaşayardım. Dünyanın yükünü təh daşıyardım. Mənalı sözümlə sərt daşıyardım. Sözün nizamisi, füzulisi var. Şairlər əbədi yaşar olur. Aqil uca tutar əqli kamalı. Kimdən kimə qaldı dünyanın malı? Bir gün deyəcəklər köşkü fərzalı. Yaxşılar yaxşıca yadda qalırlar. Şairlər əbədi yaşar olur. Bir daha sizə uğurlar arzulayıram. Yeni nailiyyətlər, uğurlar və gözəl dostların hər zaman əhatəsində olasınız. Maşallah, maşallah sizin yaddaşınız. Sanki
sözü Sevil buyurur. Ev yəs kimi sən ürək sözlərini de. Çox sağ olun Pərvanə xanım. Təşəkkür edirəm ki, həqiqətən də gözəl bir məkanda, yəni Ədalət əminin ruhu şaddır. Onun adını daşıyan bizim musiqi tədris mərkəzi belə gözəl tədbirlərdə həqiqətən də ağışını alır hər bir şeyi. O cümlədən də Reyhan ana şanslı bir xanımsan, şanslı bir şairəsən ki, bugün Ədalət Ocağında da sizə bir gecə düzənləyəcək. Davam edir. Bunun şənlik hissəsi, musiqili hissəsi, rəsmi hissəsi, ürək sözləri deyənlər. Yəni, fərqli bir gecə keçirmək istədik sizə. Həqiqətən də o bizə nəsib oldu. Bu kitabı Reyhan ana ilk yazılarında, öz kitab yığılan vaxtları mənə telefon etdi. Dedi, qızım, belə bir kitabın mərsəyə gəlir. İnşallah gəlsə, bunu necə eləyək, nətər eləyək ki, bizim dostlarımız, tanışlarımız da orada iştirak etsin. Yevlax şəhərində bunu qeyd eləyəcəklər. Amma qismət oldu ki, birinci burada qeyd olundu Reyhan ana. Mən sizi təbrik edirəm. Həm şanslısınız ki, Ziyəddin bəy də burada iştirak elədi. Mən şanslıyam ki, bu proseslər hamısı dalbadal oldu. Dünən mənim ad günüm oldu, 4 may. Bugün 5 mayda sizin kitab təqdimatınızdır. Şəxsən, orada elə bir proses yarandı ki, mən çox istəyərdim ki, Pərvanə xanım, istədim o fikirləri sürəm. Amma gələn qonaqlarımız həmişəki kimi çox ərkönlük elədilər, məni yordular, imkan vermədilər. Orada mən bir anlıq Pərvanə xanım, mənim könlümə keçirdi ki, elə auditoriyada bir təqdimat olaraq siz onu yarım saatlıq, 40 dəqiqalıq ola bilər ki, mənim əzizimi Günə sənindir. həsr eləməlidir ora. Amma fikirləşdim ki, birdən kiminsə xoşuna da gəlməz, kiminsə də başqa düşündüm. Amma mənə gəl ki, hər kəs onu alqışlayardı. Yarım saatlıq orada anons kimi eləmək Belə də qəşəng. Amma mən xəbər tutdum ki, Ziyəddin bəy qala bilir. Ondan sonra fikirləşdim ki, Ziyəddin bəydir. Qala bilirsə, onda biz onun sabağı burada nəsə iş görə bilirik. Reyhan ana, mən sizə sənət uğurları, mən sizin ilhamınız, həqiqətən də yazar, qələminiz, təbliğiniz həmişə yüksəkdir. Yevlaxlı demirəm. Yevlaxdan çox sənət adamı çıxmasa da, at çıxır, sat çıxır da. Yəni bir dənə aşıq mənəm. Bir müğənni xanımımız, Zilba xanım bizim qonağımızdır. Bizim bir sənət dostumuz da var, Gülüstan Əliyeva. O da təəssüf ki, dünən Salyanda toyda olduğuna görə... Gülüstan Yevlaxlıdır. Gülüstan xanım Salyanda toyda olduğuna görə həqiqətən mənim təqdirimə də iştirak edə bilmədi. Toy göstərdilər, Aşıq Zülfiyə xanım dünən tədbiri göstərdi. Sənət adamları həqiqətən hər gün toydadılar. Buna görə də mən sizi təbrik edirəm. Adımla verirəm, sənət adamı, aşıq dili yürək olar. Şeirlərindən də birini mən səsləndirdim, qocalıq. İnşallah bir cavanlıq şeirini də səsləndirərəm. Onlar bana var. Sözü kimə vermək istəyirsinizsə, Nailə xanım yol üstədir. Nə deyir, ürək sözünü desin. Nə sözünü deyəcək, buyursun. Təbrik edirəm Reyhan xalanı, Reyhan nənəni, Reyhan ananı. Bu günləri o bizdə yaşınla, yəni müdrik olmağına baxmayaraq bizə stimul verir. Yaşam və yaşamaq tərzi öyrədir. Bu yaşda gözəl ruhda olasan, kitablar yazasan, şeirlər yazasan, bu ağıldan kamil müdriklik deməkdir. Mən sizlə qürur duyuram. Belə bir ananı tanıdım, belə bir nənəni tanıdım. Tələsikdə sizin bir şeirinizi demək olar ki, sinəmə yazdım. Sakit düşə, çay kənarı qul quşlar. Civildəşə budaqdakı o quşlar. Əsə sərin külək, ötə yağışlar. Söhbət edib dincələsən, o ki var. Əmlik kəsib, sallayasan budaqdan. Şaqqıllayıb pişirəsən kababdan. Çay süzülər, qaynayıbdır bayaqdan. Söhbət edib dincələsən, o ki var. Ay Reyhan nənə, düzəsən süfrəyə əlində nə var? Hərdən əsər sərin gilə var. Üstülənib qaynadıqca samavar. Söhbət edib
dincələsən, ey, o ki var. Söhbət edib dincələsən, o ki var. Öpürəm hər birinizi. Bizim dəyərli xanımımız, bizim dəyərli rəhbərimiz. Yaxşı ki varsınız, yaxşı ki sizin ətrafınıza yığılırıq. Yaxşı ki Reyhan xanım, Reyhan xala, Reyhan nənə, Reyhan ana, sizi ürəkdən təbrik edirəm. Kitablarınız dalbadala gəlsin, sizə qürur versin. Sizdən nümunə götürək. Reyhan xanım da bizim Yevlax nümayəndəmizdir. Özünün yazdığı kimi düzdür, yoxdur çəmənliyi bulağı. Ləzzətli də ancaq çürün qırağı. Xoş qarşılar gəlib gedən qonağı. Şəhərlərin sonasıdır Yevlağın. Yetişdirib mərd oğullar, igidlər. Neçə xəyal, neçə arzu, ümidlər. Verib neçə qurban, neçə şəhidlər. Şəhidlərin anasıdır Yevlağın. Budurmu gördüyü, ya görəcəyi? Gözləyir ümidlə xoş gələcəyi. Hər yanda açılıb gülü çiçəyi. Gəncliyimin mənasıdır Yevlağın. Gəzərəm aranı həm də yaylağı. Yevlaq olub vətənimin çırağı. Dəvətimdir, gəlin olun qonağı. Bu Reyhanın binasıdır Yevlağı. Şəhidlərin anasıdır Yevlağı. Reyhan xanım, çox sağ olun belə gözəl misralar üçün. Belə Yevlaqdan olan bizim gözəl xanım Ziba, Ziba sevindik. Həm şairdir, həm müğənnidir. Bugün indi bilmirəm hansı şücaətin göstərəcək. Xalqım deyirəm hər an büsat qura. Mərd igidlər öndə dura. Şuşa, Göyçə, Zəngəzura salam olsun, salam olsun. Gedək nurlu xoş sabaha. Qəm görməyək bir də daha. Ziba deyir tək Allaha. Salam olsun, salam olsun. Mənə söz verdiyinə görə, şeirimdə Zəngəzurun adı səsləndirdiyinə görə təşəkkür edirəm Pərvanə xanım Zəngəzurluya və mənim ellilərim, gözəl yerlilərim, dünənlərim təbrik eləmişəm, bugün də təbrik edirəm bir daha. Bir adamın, ulu sənətkarların ad günü olanda bir il ərzində onun ad günü gedir. Dünən, bugün fərq etməz. Hər iki ellilərimi təbrik edirəm. Sevil xanımı ad günü münasibəti ilə və mənim gözəl anam Reyhan xanımı da öz salam şeirimdən belə salamlayıram ki, xoş gəlmişsən Bakı şəhərinə. Səsləyirəm mən səni, billəm qəlbə tən səni. Daim görüm şən səni, salam ürəyim mənim. Yazmasam salam sənə, dünya dar gələr mənə. Ürəyim deyir sənə, salam ürəyim mənim. Deyəndə salam mənə, tez gəlir ilham mənə. Sənsən arzu kam mənə, salam ürəyim mənim. Əzizim, bunu bil ki, budur sözümün ilki. Salam pulma deyil ki, salam ürəyim mənim. Salamda var bal dadı, salamla qohum yadı. Salam Allahın adı, salam ürəyim mənim. Bu günlərim mənim gözəl yerlilərim gəlibdi bura və Reyhan xanımın qardaşı Ziyəddin Bəllin mənim ata dediyim insandır və mənim Vətən Sevgisi adlı şeirlər kitabım çıxmışdı. 44 günlük Vətən müharibəsinin iştirakçılarına bağlı. Ziyəddin Bəllin mənim kitabımın təqdimatını Yevlax şəhərinin böyük kitabxanasında təntənə ilə keçirtdi. Kitab təqdimatında Reyhan xanım da gəldi, iştirak elədi. Bu kitab münasibəti ilə təbrik edirəm. Bu günlərin Reyhan xanımı bu kitaba görə sizi təbrik edirəm. İlk şeirlər kitabındır. Axarlı baxarlı olsun, kitabların arkası gəlsin, uğurlu olsun, təbrik edirəm. Sizi təbrik edirəm. Ancaq mən qoy öpüm bir Reyhan xanımı. Söz verək.
Şam İşığı Ədəbi Məclisinin rəhbəri, şairə Gilə Dərya. Buyurun. Əziz dostlar, hər birinizi xoş gördük bu gözəl tədbirdə. Mən də Reyhan ana ilə bəlkə də bir yaşdayıq, ancaq mən onu həqiqətən ana kimi görürəm. Necə o kinolarımızda deyirik, uşaqlığın son gecəsində. Mən balama alma saxlamışam. Elə mehriban, onun danışığından, ünsiyyətindən çox mehriban bir insan olduğu mən çox zaman bundan öncədən bilirəm. Və onun təqdimatına sevə-sevə gəldim, kitab təqdimatına. Gəncliyimin gəzirəm, çox gözəl ad qoymuşsunuz. Həqiqətən hər bir insan öz gəncliyini gəzir, axtarışdadır. O nostalji hisslərə qayıtmaq istəyər. İcazənizlə mən də Reyhan ananın bir şeirini qiraət edeyim mümkünsə. Qızınaydım o isti nəfəsinə, can söyləyən dilinin kəlməsinə. Həsrətəm ay ana, o xoş səsinə, əziz ana, bu gecə mehmanım ol. Əlini çək yarama, dərmanım ol. Cavanam, istərdim, coşam çağlayam. Atama bağlıyam, elə bağlıyam. Sinəmdən vuruldum, mən yaralıyam. Əziz ana, bu gecə mehmanım ol. Əlini çək yarama, dərmanım ol. Ana kimi yandır, bu Gülsüm bacım. Əli göz bəbəyim, Şəmsəddin tacım. Eldənizdir şirin sözə möhtacım. Əziz ana, bu gecə mehmanım ol. Əlini çək yarama, dərmanım ol. İstərəm ruhunla danışam, ana. Tezliklə mən sənə qovuşam, ana. Yaralar incidir, soğuşum, ana. Əziz ana, bu gecə mehmanım ol. Əlini çək yarama, dərmanım ol. Reyhan xəyallarım aparır hara. İsmail qovuşub uca ruhlara. Gör niyyətin hara, mənzilin hara. Əziz ana, bu gecə mehmanım ol. Əlini çək yarama, dərmanım ol. Allah öləmənizə rəhmət eləsin, başın sağ olsun, sultan sağ yaşasın. Çox sağ olun. Sevil xanımın şəhidləri iştirak edir, uşaqlarımız. İstəyirəm onlara söz verək. Buyursunlar, alqışlarla bizim şagirdləri çağıralım. Reyhan çox axtardı ötən çağları, cəsarətli gəncliyimi gəzirəm. Təravətli gəncliyimi gəzirəm. Güzel tatlı müzik çaldı.
Necəsiniz? Ramin Həsənli təlim edir. Ramin Həsən yaşayır. Sağ olun qızım. Elə payla Gözəl məclis davam edir. Hələ bundan da qəşəng olacaq getdikcə Sevil gözləyir. çox istedadlı şəhidləri var, onlardan biri də Ramin. Hazırlaşarsan sən deyəcək belə. Narahat olma. Burada hər şey var. Gözəller xof edib bizdən qaçmasın, ağarır neyləyim, saçım ağarır. Kiləti düz dilinə getmə uzağa, hərdən duman gəlir, hərdən çənd ağa. Saçın ağarmağı, dək deyil qağa, ağarır neyləyim, saçım ağarır, ağarır neyləyim, saçım ağarır. Reyhan anamız deyir ki, sən mənim ulduzum, sən mənim ayım, ilahi göndərən məhəbbət payım, göylərdə şimşəyim, yerdə harayım, sənsiz bu dünyanın neyləyirəm mən, neynirəm gülüm. Məhəbbətim solur, bu da bir hikmət, qəlbimə od düşür, bürüyür dəhşət,
Gecəsi qaranlıq, gündüzü zülmət, sənsiz bu dünyanı neynirəm gülüm? İstəmirəm kimsə səndən danışar, könlüm sızıldayar, qəlbim alışar, əhvalım qarışar, halım qarışar, sənsiz bu dünyanı neynirəm gülüm? İncidir ayrılıq, yorubdur həsrət, qəlbimdə yuvasın qurubdur həsrət, Reyhan eyləyibdir həyatdan ibrət, sənsiz bu dünyanı neynirəm gülüm? Sənsiz bu dünyanı neynirəm gülüm? Mənzurə Bəyatdan söz almamışdan şeirə çalıyır. İstəyir elə Mənzurəni dinləyək. O gözəl sinə dəftər bildiyi şeirlərdən də səsləndirsin. Əvvəla mən də öz növbəmdə hər birinizi salamlayıram bu gözəl gündə. Elmin obamın gözəl xanım, xatın şairə xanımı Reyhan xanımın bugün Gəncliyimi gəzirəm kitabının təqdimatında mən də iştirak etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm və Pərvanə xanım sizə təşəkkür edirəm ki, bu gözəl tədbiri düzənləmisiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Və Reyhan xanıma, Reyhan anaya insan üçün ən gözəl nemət olan can sağlığı arzulayıram. Arzum budur ki, hər zaman qələmi yazar olsun. Həmişə Aşıq Pəri Məclisinin sıralarında daima olsun, səsi gəlsin və uğurlar arzulayıram. Sənətdə yüksək zirvələr arzulayıram. Var olasın, gözəl insan. Sərxan bir dənə Reyhan ananın bir şeirini oxuyardım, baş sartır. Gördüklerim yalan oldu, unutmuşam ay Sarkım. Kalbe sayarsan
Təbrik edirəm. Qələmin həmişə yazar olsun. Daha bir aşığımıza söz vermemişten önce her zaman Aşıq Pərinin yanında olan Sevin'in de lap yakın bir rəfiqəsi Səlmi xanım ürək sözləri deyilsin. Buyursun Səlmi xanım, buyursun. Gəncliyini axtaran gözəl Reyhan xanım. Həmişə ürəyi gənc olan, düzü yaşı olsa da biraz ancaq ürəyi həmişə gənc olub, gənclərlə döyünüb. Gözəl şeirlərin müəllifi, gözəl kitabı içindəki hamısı oxumuşam. Hamısı dəyərli sözlərdir, hikmətdir. Aşıq Pəri Məclisinin qrupunda da həmişə çıxışlarına qulaq asmışam. Gözəl aşıqlarımızın həyatından, yaradıcılığından bəhs eləyən gözəl söhbətlər, dəyərli söhbətlər olubdur. Mən o vaxtdan elə sevmişəm, sonra da görmüşəm, lap da yaxından tanış olmuşum. Sizə can sağlığı, uzun ömür, gözəl günlər. Qələminiz iti olsun, daha gözəl bu kitabların davamı çıxsın. Mən də sizin bütün dünya şeirinizi oxumaq istəyirəm. Yazılmamış yazım qaldı, deyilməmiş sözüm qaldı, gözəllərdə gözüm qaldı, bivəfasan özün dünya, verdiyini tez alansan, neçə donlara salansan, sən də mənlə qocalırsan, daha yoxdur sözüm dünya. Neçə yazım, yayım qaldı, tartılmamış yayım qaldı, nə yedim ki payım qaldı, vəfasızsan özüm dünya. Reyhanı dərdə salırsan, tez-tez dolub boşalırsan, belə xarab baş alırsan, insaf eylə özüm dünya. İnsaf eyle özüm dünya. Çok sağ olun Səlmi xanım, teşekkür ederim. Daha bir genç kızımıza Sevil Hanım'ın şairdir. Xədicə Göyçəli buyursun bir aşk havasından. Ana yurdum elim,
programa bizim şairemizin biri de geldi. Aşk Vermezsin'in şairesi. Çok güzel misralar müellifi Elmira Mahal kızı. Biraz Yılcam sen de Yılcam eləyək ki, Allah köməyiniz olsun ki, bizi bir arada toplansınız, gözəl belə yaradıcılıq gecələri təşkil edirsiniz. Reyhan xanım, sizə də həyatda uzun ömürdən sağlığı arzu edirəm. Kitabınız axarlı-baxarlı olsun, daha yeni maraqlı kitablarınızı gözləyin. Allah sizə uzun ömürdən sağlıq versin. Bütün elimizdən əksik olmuyor, yoldaşlıqdan əksik olmuyor. Bəli. Deyirəm, yoldaşlıqdan elimizdən əksik olmuyorsun. Mənim haqqımda da kitabında şiir var. Yazmışım. Buyur. Mən də bugünkü gündə bu məclisi təşkil edən Pərvanə xanıma, Sevil xanıma öz təşəkkürümü bildirirəm. Bizi sahib məclisimizə gələnlərin hər birinə var olsun deyirəm, sağ olsun deyirəm. Elimizdən əksik olmayasınız. Həmişə belə şənlik sürfələrinə yığışaq. Vətənimin, xalqımın üzünü həmişə gülən görün. Bir dənə o vaxtı Pərvanə xanım Şuşaya gedəndə hamımızı dəvət elədi ki, qızlar, getmək istəyənlər gəlsin. Elə oldu, mən gedə bilmədim. Bu şeiri yazdım. Salam söylə. Pərilər pərisi Pərvanə xanım. Sizə bir zəhmət var, sən mənim canım. Çoxlu sevincim var, həm həyəcanım. Eşitdim gedirsiniz Şuşaya sarı. Bizdən salam söylə, dağlara barı. Şuşaya söylə ki, dağlar dağımız. Şəhidlər olan yer, qəm oylağımız. Şəhidlər ölən yer, qəm oylağımız. Vurulan yaralar sinə dağımız. Eşitdim gedirsiniz Şuşaya sarı. Bizdən salam söylə, dağlara barı. İndi zaman qışdır, yollar qarlıdır. Şuşanın gözləri intizarlıdır. Vətən evlatları etibarlıdır. Eşitdim gedirsiniz Şuşaya sarı. Bizdən salam söylə, dağlara barı. Reyhan, nəsib olsa yazda gələrik. Dağlarda danışıb xeyli gülərik. Şəhidlər adına ehsan verərik. Eşitdim gedirsiniz Şuşaya sarı. Bizdən salam söylə, dağlara barı. Çok sağ ol Reyhan xanım, teşekkür ederim güzel şiir için ve ben bir daha size uğurlar arzulayıram. İcazə verseniz. Təbrik edirəm bu gününü və arzulayıram ki, növbəti kitabların daha geniş yerdə. Növbəti kitabında söz verirəm ki, biz gəlib Yevlaxda təqdimat Allah qismət edəcəyik etsin. inşallah. Allah qismət etsin. İcazə versəniz bir dənə də Yar Qocalanda oxuyardım. Pərvanə xanım Biləcəkdən Gülüstan dözünü çaldırdı. O da. Gəldi. Gülüstan xanım. Həyat yaşadıkça özü qədərdir. Yüz geyin, yüz kejin, hamısı hədərdir. Cavanlıq, gözəllik gəldi, gedərdi. Necə şirin olur Yar Qocalanda. Ay Allah, ay Allah. Qoy hamıya qismət bu bağ-bağçadan. Var çox olanda. Tanrı pay göndərən güllü boğçadan. Oğul, nəvə, oğul, gəlin, nəvə, saysız axçadan. Necə şirin olur Yar Qocalanda. Ələ qaşıq alır, əli titriyir. Sevirəm deməyə, dili titriyir. Birdən ağlı gedir, coşur, gülüyür. Necə şirin olur Yar Qocalanda. Nə gülürsən ha? Qocalanda bilərsən. Qara tellərinə, qarlar ələnir. Əlində hasası, nura bələnir. Ala gözlərində yaş ilələnir. Necə şirin olur Yar Qocalanda. Oturmur bir yerdə, sığışmır evə. Başına fırlanır gör neçə nəvə. Arvad qulluq edir, çox sevə-sevə. Necə şirin olur Yar Qocalanda. Kurban olur
Aç ver.
Elinden tut Reyhan Hanım'ı Bismillahirrahmanirrahim. Allah senin sağlıklı uzun ömür versin. Amin, amin, amin. 100 yaşayın, güzel var. Amin, hayatınızı her an bak böyle tort gibi pişiriyor. Alkışlar, bir alkışlar gelsin.